Kartof zərərlidirmi? Yox, kartof mən deməzdim ki, zərərlidir. Baxaq kartofu kim yeyir və hansı formada yeyir. Yəni kartofun hazırlanmasında əgər istifadə edirsinizsə, bol miqdarda yağdan, yağda qızardırırsınızsa, trans yağlardan istifadə edirsinizsə, rafinə edilmiş yağlardan istifadə edirsinizsə, qızartma üstündə nə qədər yağdan istifadə edirsinizsə, burada artıq problemli bir məsələ yaranır. Nədir? Kartofun ümumiyyətlə tərkibində karbohidratlar var, nişastadır bu və özlüyündə nişasta çox mürəkkəb bir karbohidratdır və insan nişastanı belə deyim də soyuq halda isə, yəni kartofu soyuq halda isə, orada tərkibində olan nişasta da daha mürəkkəb formada olacaq və qan şəkərini sürətli şəkildə qaldırmayacaq. Ona görə nə məsləhət görürəm? Kartofu yaxşıdır soyuducudan çıxardıb yemək. Kartofu isti yeməsəz daha yaxşıdır. Yəni deyim ki, glikemik indekslər arasında böyük fərq olacaq. Qızartma formasında yeməyin, soyutma formasında soyuq halda tükətsəz daha yaxşıdır. Yəni əgər maksimum fayda əldə etmək istəyirsə, kartof zərərlidir deyə bilmərəm. Tərkibində bol miqdarda mikroelementlər var, vitaminlər var. Sadəcə dediyim kimi necə hazırlayırsınız, hansı vaxt istifadə edirsiniz və ən əsası nə qədər istifadə edirsiniz.